Walker var, Hamısı Amerikan bir yere politologu. qalsın. Bu Amerikan politologudur. Onun bir maraqlı yazısını bu yaxında oxudum. Deyir ki, Trump haqqında deyirlər ki, bu səhər bir şey deyir, günorta başqa şey, axşam başqa şey. Deyir, belə deyil. O əslində çox gözəl bilir ki, siyasətdə ən qəli şey qeyri-müəyyənlikdir. O bilərəkdən qeyri-müəyyənlik oyunun oynayır. O bir gün deyir 4-6 həftə, sabah deyə bilər ki, biz artıq qalib gəlmişik. Nə 4-6 həftə? Yəni 28 gündür deyir də qalib bunu gəlmişik. hesablayanlar heç hesablaya bilməsinlər. Bu bunun siyasi partiyasından Hər gün yeni qələbədir də. Belə yazın sizdə. Yox da bu çox yozma oldu ilkin mənim. Gəlin razılaşaq. Ya gərək bir sözlərə ilişə gedək və hər sözə Aralı bir seçkilər olmasaydı, Trump rahat idi. Aralı Müasibə bir seçkilər gedişat vəziyyəti dəyişib. Ona görə burada çox şey dəyişib bu bölgədə. Ərəb ölkələri, yeni deyirəm, bu haqda da özünüz də danışdınız. Mən danışdım, amma reallıq da... Elçin, mən nədən qorxuram? Səudiyyə Ərəbistanında bütün Fars körfəzi ölkələrin hamısının su ilə təmin edilən böyük bir qurğu var. Hansı ki, dəniz suyun içməli suya çevrilir. İran deyib ki, onu vurub dağıdacağım, partlayacağım, əgər bizdə elektrik stansiyalar vurulsa. Siz bir anı təsəvvür, bu isti ölkələr, yazda gəlib, bu ölkələr susuz qalsa, sizdə orada həyat məhvdir yoxsa yox?